Azərbaycan IQ səviyyəsinə görə qitədə Avropada ən aşağı yerdədir. Mənə bir dənə televiziya məkanında elmi, kütləvi veriliş göstərin. Bilikli bir insanla biliksiz bir insan arasında nə qədər böyük fərq var? Bu fərq nə qədər əhəmiyyətlidir? Azərbaycan ziyalılarını dəvət eləyən varmı ki? Bugün Nobel mükafatı niyə populyardır? Bütün gənclərə arzu edirəm, skeptik olun. Adama deyirlər, bəs sən nə eləmisən? Salam və vaxtınız xeyir olsun əziz tamaşaçılar. Bugünkü qonağımız həkim nevroloq, eyni zamanda Beyin kitabının müəllifi və bu istiqamətdə maarifçiliklə məşğul olan Qalibi doktordur. Qalib Əsədov, xoş gəlmisiniz. Çox sağ olun, təşəkkür edirəm. Sizə də, bizi izləyən tamaşaçılarımıza da stressdən uzaq, əsəbdən uzaq, pozitiv bir ömür arzulayıram. Çox sağ olun. Doktoru şəxsən mən dəvət elədim və düşünürəm ki, doktorla söhbətimiz çox maraqlı olacaq. Həm mən, həm siz mütləqdir ki, bu gün nəsə öyrənəcəyik birlikdə. Doktor, istəyirəm birinci sualımız yenə təbii ki, eyni zamanda beyinlə bağlı olacaq, amma bu gün daha maarifçi xarakter daşıyan bir podkast olacaq. Ona görə spesifik suallar üzərindən yox, daha çox hər kəsə xitab edən, hamının başa düşmək istədiyi və yaxud da ki, hamıya maraqlı olan suallar verməyə çalışacağam. Birinci sualım belədir ki, bu kütləvi olaraq insanlarda təbii ki, azlıqlardan getmir söhbət. Adətən kütlə nə isə araşdırmağa, oxumağa, öyrənməyə, xüsusən də bu postmodern kapitalizmin dinamizmi çərçivəsində artıq insanların səbri qalmayıb. İnsanlar buna meyilli deyillər, maraqlı deyillər. Yəni məsələn siz WhatsApp-da birinə 2 dəqiqəlik səs göndərin, deyəcək ki, mən bu qədər səsi dinləməyə mənim vaxtım yoxdur. Məsələn, ən savadlı tələbələr belə mühazirədə professoru 1 saat yarım dinləyə bilmirlər. Artıq sıxıcı gəlir. Nə bilim, yatırlar ya yarıda qoyub çıxırlar, yorulurlar. İnsanlar niyə görə bu qədər səbirsizləşib, tükənib və onların dinləməyə, öyrənməyə, araşdırmağa, oxumağa meyli yoxdur? Bunun beyinlə əlaqəsi nədir sizcə? Çox maraqlı sualdır. Bunun əslində psixoloji, sosioloji, o cümlədən texnoloji səbəbləri var. Bizim beynimiz səhər yuxudan durandan axşama qədər küllü miqdarda informasiya qəbul edir. Xüsusilə də sosial şəbəkələrdən səthi, qısa, çox vaxtı yanlış informasiyalar qəbul edir. Və bizim qısa müddətli yaddaşımızın həcmi çox kiçikdir. Daha samballı məqalələri, daha təhlillə dolu elmi kitabları öyrənməyə həvəs qalmır. Bu, işin bir tərəfi. İkinci tərəfi, insan nəyisə öyrənəndə enerji sərf eləyir. Və buna görə də bəzən insanlar enerji sərf eləməyə, əziyyət çəkmək istəmirlər. Məsəl üçün, uğursuzluğa duçar olan insan çox vaxtı bunu çox asanlıqla deyir ki, qismətim belədir. Bəxtim gətirmədi, taleyim belə gətirib, mənimki də belə idi deyə belə oldu. Qismət, talih bu ən asan cavandır, ən rahat cavabdır. Amma mən harda səhv elədim? Niyə uğursuzluğa duçar oldum? Harda mən görəsən düz eləmədim ki, bax belə bir nəticə alındı. Bunu düşünmək, enerji sərf eləyir. Özünü tənqid. Bəli, özünü səhvlənir. Və bəzən tutaq ki, həsəd aparırlar uğur qazanmış insanlara və uğur qazanmış insanların hər birinin altında bilirsiniz nə qədər uğursuzluqlar yatır, nə qədər uğursuzluqlar, nə qədər cəhdlər alınmır və birdən tarap hər şey qaydasına getdi. Einstein 26 yaşında nisbilik nəzəriyyəsini yazanda bütün dünyanın fizik alimləri onu gülürdü. Heç kəs ciddi qəbul eləmirdi. Deyə bilər ki, bəxtim belə gətirdi. Məni anlamırlar, məni başa düşmürlər. Amma getdi, ora-bura yazdı, təhlil elədi, sübut elədi. Marie Curie nə cür yaşayırdı? Polşadan qaçmışdı, Fransada nə hansı səviyyədə yaşayırdı? 2 dənə Nobel mükafatı alıb, həm fizikadan, həm kimyadan. Və onun altında bilirsiniz nə qədər uğursuzluqlar yatır. Yadda saxlamaq lazımdır. Tamaşaçılara da müraciət edirəm. Uğurun yeganə düsturu riyaziyyatdır. Nə qədər çox dənəsən, o qədər uğur qazanmaq ehtimalı daha çoxdur. Qismətim belədir, bəxtim gətirmədi, taleyim belə gətirdi. Bu, sadəcə olaraq özünü təsəlli yeridir. Uğursuz insanların özünə təsəlli qazandırmaq üçün yeridir. Və ona görə də əziyyət çəkmək lazımdır. İkinci məsələ budur. Üçüncü məsələ altından xətt çəkərək demək istəyirəm, bizim təhsilimizdə olan boşluqlardır.
Azərbaycanda və o cümlədən bir çox ölkələrdə təhsil qurulubdu əzbərçilik əsasında. Düsturları əzbərlə və salam. Gəldi Boloniya təhsil. Mən bilmirəm Boloniya təhsil sistemi nə cürdür. Mən təhsil üzrə ekspert deyiləm, mütəxəssis deyiləm. Sadəcə mənim oğlum hal-hazırda Budapeştdə doktorantur oxuyur. O orada olan təhsili və yaxud da Skandinaviya ölkələrində təhsil sistemindən elə danışır ki, və mən görürəm ki, bizdə xeyli qüsurlar var və bizdə orta məktəbdə, xüsusilə yuxarı sinif məktəblərində təhsil demək olar ki, yoxdur. İnsanlar repetitoriyanı gedirlər. Niyə gedirlər? Nə etmək lazımdır? Bunu təhsil üzrə ekspertləri düşünməlidirlər və onlar bilirsiniz necədir? Yenidən Amerika açmağa ehtiyac yoxdur, kəşf eləməyə ehtiyac yoxdur. Çünki artıq Amerika kəşf olunub. Sadəcə öyrənmək lazımdır. Model var əlinizdə deyirsiniz. Onlarda belədir, bizdə belədir. Sizin xəbəriniz var. Bu yaxında mən statistikaya baxdım. Azərbaycan IQ səviyyəsinə görə qitədə Avropada ən aşağı yerdədir. 84-dür. Bəli, 84. Hətta Türkmənistanda 86-dır. Bəli, çox aşağıdır. Amma 90-cı illərdə biz Türkiyədən də qabaqdaydıq. Bizdə IQ səviyyəsi. Və bu sırf təhsildə düşünməyə, araşdırmağa önəm vermədən, sırf düsturlar, test yalandan düsturlar əzbərlə, 300 dənə test əzbərlə, buna əsasən qurulmuş bir təhsil sistemidir. Və bu uşaqları bezdirir. Öyrənmək istəmir, oxumaq istəmir, mənasız rəqəmləri əzbərləmək istəmir. Bizim məsələn kimya müəllimimiz var idi, tutaq ki, məsələn belə danışırdı, tutaq ki, su molekulunun yaranması, bir gün hidrogen gəlir oksigen yanına, deyir qardaş, sənin 2 dənə elektronun yoxdur. Bizim də əkiz qardaşım var, gəlsənə elektronun birini verək, sənin də ətrafında fırlansın, mənim də ətrafında fırlansın. Yarandı kovalent rabitə. Sonradan oksigen geyir evdə fikirləşiyor, bunlar mənə allatdılar. Nətər olur ki, mənim atom yüküm 16-dır, bulanki 1-dir. Deyir, qardaş, 16 dəfə mənim ətrafımda fırlanacaq, bir dəfə sən, bu tərəf mənfi olur, bu tərəf müsbət, əmələ gəlib bir polyar kovalent rabitə. Bu şəkildə bizi izah edirdi və illər keçsə də mənə yadımdan çıxmayıb bu məsələlər. Amma indi kovalent rabitə budur, filan şey budur, filan şey budur, iyon rabitəsi budur, filan şey budur, əzbərlə, getşəklə. Və bu dərsə maraq azal. Bizim o şey yadımızda qalır ki, yadda saxlamaq lazım. Bizə maraqlı olur. Bizə maraqlıdır. Bizi biz eləyən beyindir. Beyin bizə hansı komandanı verirsə, biz onu yerinə yetiririk. Oxumağa, araşdırmağa həvəsi uşaqlıqdan, körpəlikdən, 4-5 yaşından aşılamaq lazımdır. Maraqlı bir fakt deyəcəm. 1-ci sinifə gedən uşaq özünü alim və tədqiqatçı kimi aparır. Soruşur, bu niyə belədir, bu niyə belədir, göydə ulduz niyə yanır filan. Və bu zaman onun güvəndikləri insanlar kimdir? Onun valideynləridir, müəllimləridir. Valideynləri kəs səsi, böyüyəndə biləcəksən və yaxud da məsələn uşaq soruşur, qatıq niyə ağdır, sən uşaqsan otur. Yaxud uşaq soruşur ki, qatıq niyə ağdır, cici suallar vermə, qatıq qara olası deyil ki, amma adam tədqiqatçıdır, bilir ki, qatıq niyə yaşıldır, öyle ağdır. Bunu öyrənmək istəyir. Öyrənmək istəyir, bəli. Deməli, biz insanın əslində beyninin məhsulu olduğunu biz bilirik. Sualım belədir ki, biz əgər ürəyin sadəcə qan pompaladığını biliriksə ki, bu 4-cü, 5-ci sinif yəni dərslik vəsaitlərində artıq yazılıb, bunu orta məktəbdə artıq keçirik ki, ürək sadəcə qan pompalayır və başqa heç bir funksiyası yoxdur. Hər şey beyinlə əlaqəlidir. Onda niyə görə biz bütün münasibətləri, bütün yanaşmaları ürək üzərindən qururuq? Bu bizim emosional bir sosial deyək ki, varlıq kimi də eyni zamanda, sadəcə bioloji yox. Emosional bir tələbatımız, zərurətimizdirmi, yoxsa bunun beynin funksiyası ilə hansısa bir əlaqəsi varmı? Maraqlı və deyəlim ki, fəlsəfi bir sualdır. Əvvəla bunu izah eləməkdən əvvəl tarixə nəzər salmaq istəyirəm. Qədim Misirdə insan öləndən sonra onun ürəyini çəkirdilər. Əgər ürəyi balacadsa, deməli bu saf ruh daşı idi, bu təmiz adam oldu. Aristotel deyirdi ki, düşüncə, yaddaş, bütün hər bir şey ürəyə məxsusdur. Sadəcə beyin qanı soyutmaqdan ötürü, elə bil radiatordur. Oradan keçən qanı soyutmaqdan ötürü radiator funksiyası daşıyır. Yəni bu qədim əsrlərdən, qədim dövrlərdən gəlib bizim bütün hisslərimizin, davranışımızın, sevgimizin, emosiyaların ürəklə bağlı olduğunu ifadə eləməyə başladılar. Sonradan elm inkişaf elədi. Bəli, siz dediyiniz kimi məlum oldu ki, ürəyin sadəcə vəzifəsi qanı pompalamaqdan ibarətdir. Hər bir şey beyində baş verir. Mən nə deyərdim? Bütün emosiyalar, hər bir şey beyində baş verir. Ürək bu yaranan hisslərin ifadəsidir.
Məsəl üçün, qorxanda ürəyimiz döyünür, sevgilimiz görəndə ürəyimiz dayanır və yaxud da bu niyə baş verir bəs? Bizim beynimizdə avtonom sinir sistemi var. Bu bizim şuurumuzdan asılı deyil. Beyin mən istəyəndə əlimi qaldıra bilirəm, mən istəyəndə burnumu tuta bilirəm, amma mən istəyəndə ürək döyünməsini artırıb azalda bilmirəm. Mən istəyəndə tənəffüsümü artırıb azaldıb tez-tez ala bilmirəm. Əgər sakit vəziyyətdə eləsəm başım ərlənəcək. Mən istəyəndə qan təzyiqimi artırıb azalda bilmirəm. Bu avtonom sinir sisteminin funksiyasıdır. Və avtonom sinir sistemi nə ilə işləyir? Bizim emosiyalarımıza uyğun işləyir. Əsəbləşmək, kədərlənmək, sevinmək, xoşbəxt olmaq, bunlar hamısı bizim emosiyalarımızdır. Döyünməyə başlayır. Məhz beyindən verilən komandanın hesabına. Çünki hətta mən sizə bir söz deyim, bəzən bu sistemin fəaliyyəti pozulur. Heç bir təhlükə yoxdur. Hər şey qaydasındadır. Sistem duran yerdə başlayır, simpatik sinir sisteminin fəaliyyəti, avtonom sinir sisteminin fəaliyyəti aktivləşir. Duran yerdə başlayır mənim ürəyim döyünməyə, başlayıram tez-tez nəfəs almağa, mənə elə hava çatmır. Biz buna bilirsiniz nə deyirik? Panik atak. Deməli, sizin sualınızı ümumiləşdirib belə deyə bilərik ki, bütün hər bir şey, bütün emosiyalar beyində yaranır, bütün hisslərimiz beyində yaranır. Ürək döyünmə, ürək sadəcə o hisslərin ifadəsidir. İfadəsidir, yansıması. Doktor, deməli növbəti sualım belədir ki, mütəmadi olaraq insanlarda bu ifadəni biz eşidirik ki, ürəyim sıxılır, canım sıxılır, bilmirəm neyniyim, məsələn, bilmirəm acam, susuzam, yoxsa heç ürəyim istəmir. Bu adətən təbii ki, fəlsəfi cavab versək, adətən mənəvi kasıblığın və yaxud da cəhalətin və s. məsuliyyətsizliyin bir adətən nümunəsi kimi görülüb, götürülüb. Bəs bunun beyinlə bir əlaqəsi varmı? Əlbəttə ki, hər şeyin beyinlə əlaqəsi var. Bizim hər bir davranışımız, hər bir düşüncəmiz, hər bir fikirlərimiz sırf beyində baş verən proseslərdir. Hətta mən sizə bir söz deyərdim, biz beynimizdən ibarətik. Digər bütün orqanlar sırf beyinə xidmət eləməkdən ötürü yaranıbdır. Beyin bədən kütləsinin cəmi 2%-ni təşkil edir. Ürəyin vurduğu qanın 20%-i sırf beyindən ötürüdür. Qalan 5%-i digər orqanlarımızdan ötürüdür. 20% beyindən ötürüdür. Ağciyərlər həmin beyinə qan gedən qanı oksigenlə zənginləşdirir. Qaraciyər toksinləri, böyrəklər qanı təmizləyir, zəhərli maddələrdən təmizləyir ki, beynimizə normal qan getsin. Qida sistemi qidalı maddələri beyinə göndərir, lazım olan şeyləri sorur və beyin hansı qərar verirsə, biz onu həyata keçiririk. O ki, qaldı ürəyi sıxılmaq, bilmirəm nə işlə məşğulum, bu hər bir kəsdə ola bilər. Bizim əhval-ruhiyyəmiz dəyişkəndir. Bizim beynimizdə gedən biokimyəvi reaksiyalardan asılı olaraq biz xoşbəxt ola bilərik, bədbəxt ola bilərik, darıxa bilərik kimdənsə ötürü, içimizdə boşluq hiss eləyə bilərik, pessimist ola bilərik, optimist ola bilərik. Yəni bütün bunlar hamısı beyində gedən biokimyəvi reaksiyalardan və onun neyronlarda olan genetik quruluşlardan asılıdır. Bizim hətta xarakter tiplərimiz belə genlərimizlə, atamızdan, anamızdan aldığımız genlərlə ötürülür. Doktor, üzr istəyirəm, bu məqamda bir sual verim. Bu biokimyəvi reaksiyalar dediniz. Bilirik ki, 80-100 milyard arası neyron var beyində və 100 trilyona yaxında bir sinaps bağlantıları var. Və biz informasiya emal elədikcə, nəyisə öyrəndikcə, məlumatı biliyə əldə elədikcə, orada o sinaps bağlantılarının, o sintezlərin sayı belə deyək, çoxalır və sən qərar vermə, baxış bucağın artıq belə deyək də daha da zənginləşir. Bu, deyək ki, sadəcə öz dilində, məsələn, lüğətində toplamda 1500-2000 söz olan bir insan düşünün. Bir də, deyək ki, 5 dil bilən və hər dildə bir 10.000-15.000 sözlə düşünən insan düşünün, müqayisə edək ki, təbii ki, birində sinaps bağlantıları daha çox olacaq. Burada qərar vermə zamanı və yaxud da ki, hadisələrə yanaşma zamanı həmin bu sinaps bağlantılarını, yəni bilikli bir insanla biliksiz bir insan arasında nə qədər böyük fərq var? Bu fərq nə qədər əhəmiyyətlidir? Təbii ki, oxumuş adam, bilikli adamlar arasında bu sinaps bağlanmaları daha rahat əmələ gəldiyi üçün, bunlar daha zəngin olduğu üçün, onlar yaşamaq uğrunda mübarizədə qalib gəlmək şansı daha çoxdur. Amma eyni zamanda bura mən başqa bir şey əlavə eləmək istəyirəm. Emosiyaları. Bizim emosiyalarımız anadan gəlmədi. Adam ola bilər çılğındır, emosionaldır, adam ola bilər soyuqqanlı və təmkinlidir. Məsəl üçün, siz beynəlxalq münasibətlər üzrə mütəxəssissiniz, ona görə deyim, Lenin öləndə
Bolşeviklər partiyasında möhtəşəm fiqurlar var idi. Var idi. Trotski var idi, Kamenev var idi, Zinovyev var idi. Stalin özü. Və hardasa küncdə bir Stalin var idi. Stalin elə bir komissar da deyil idi. Dəftərxanada işləyən bir adam idi. Trotski amma necə emosional idi. Partiyada ikinci adam idi. Və çox da potensiallı idi bu arada. Harda mən deyərəm ki, hətta inqilabın özünü Trotski yaradıb. Bəli. Siz bilirsinizmi? Alimlər tədqiqat aparıblar. Bizim qərarlarımızın 80% irrasionaldır, qeyri-düzgündür, yanlışdır. 20% cəmisi biz doğru, düzgün qərar qəbul edirik. Söhbət Avropada aparılan tədqiqatlardan Bəli, təbii ki, hələ gedir. müasir insanda, bəli. Hətta mən sizə deyərdim ki, 80%-dən çox da ola bilər. Bəli, 80%. Deməli, cəmiyyətdə heç bir məziyyəti olmayan, heç bir ali dərəcəsi olmayan, cəmiyyətə bu və ya digər formada heç bir töhfəsi olmayan insanlar var ki, hansı ki bu insanlar çox populyardır. Cəmiyyət bu insanları izləyir və bu insanlar deməli cəmiyyətin diqqətindən dolayı müəyyən maddi və yaxud da mənəvi belə deyək dividendlər əldə edirlər, resurslarla təmin olunurlar və s. və ilaxır. Lakin bunun müqabilində belə sizin kimi deyək ziyalı, maarifçi şəxslərə diqqət daha azdır. Təbii ki, onlara nisbətdə. Yəni sizi izləyən bir kütlə var. Lakin onlara nisbətdə çox daha azdır və bu əslində tarixin hər dövründə belə olub. Yəni azlığa diqqət az olub. Oradakı o müəyyən o belə deyək kütlə psixologiyası da o aydın, ziyalı, maarifçi şəxslərə həmişə diqqət az olub, amma yararsız şəxslərə deyək ki, diqqət həmişə çox olub. Beyin bu işin harasındadır ki, insanlar bu qədər primitivliyə, bayağılığa daha çox meyillidir. Nəinki tutaq ki, oturub sizdən deyək bu podkastı bir 30 dəqiqə, 25 dəqiqə izləyib nəsə öyrənsin. Gedir onun əvəzinə deyək ki, TikTokda heç bir işə yaramayan bir insanı izləməklə məşğul olur deyək ki, və ondan heç nə də öyrənmir. Hətta bunun üçün pul da xərcləyir. Hansı ki sizin üçün deyək pul xərcləməyə ehtiyac yoxdur sizdən o bilikləri, məlumatları almaq üçün. Kütlə psixologiyasında bu mənada beyin hardadır? Yəni beyin bu işin harasındadır? Bir elmi cavabı varmı bunun? Bayağılığa, primitivliyə niyə bu qədər tendensiya var? Aydındır. Deməli, Sezarın bir sözünü yadınızda saxlamaq istəyirəm. İnsanlara, xalqa şou lazımdır. Yadınızdadır. Gladiator döyüşləri təşkil edir. Və orada Romada gladiator döyüşləri təşkil olunanda Siseron orada çıxışlar eləyirdi. Elmi, fəlsəfi mövzuda. Siseronun çıxışlarına 5-6 nəfər gəlirdisə, gladiator döyüşlərində minlər gedirdi. Yəni, tarixin bütün dövrlərində insana, xalqa şou lazım olub. Amma tarix Siseronun adını yaşatdı. Bugün yaşayır. Aristotelin adı aldı. Pifagorun, Hipokratın, hələ mən eradan əvvəl deyirəm, onların adı qaldı. Şübhəsiz. Gəldik yaxın dövrə. Mirzə Fətəli Axundov o boyda mütəfəkkir öləndən 3 gün onun meyitinə yaxın gələn olmayıbdı. Elə bir dahi bir adam. Sabir Mirzə Ələkbər Sabir sağlığında bir kitab olsa çap olunmayıbdı. Sağlığında öz kitabını görməyibdi. Cəlil Məmmədquluzadə necə yaşayırdı? Amma o vaxtı xoruz döyüşdürürdülər. O vaxtı hətta Cəlil Məmmədquluzadənin bir əsəri də var. Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım. O kəsləri deyib gəlmişəm ki, məni eşitməyib, gedirlər daha vacib işlərlə məşğul olmağa, xoruz döyüşdürməyə və s. və s. Yəni, tarix boyu belə olubdu. Sənə qulaq asan yoxdur. Sən bunu ürəyinlə və yaxud da azdır. Amma tarix belə adamları yaşadır. Tarix kitab yazan, insanları aydınlatdıran bir adamları yaşadır. Yaşadacaq da. Bizim beynimizdə var pozitiv emosiya mərkəzi, var negativ emosiya mərkəzi. Pozitiv emosiya mərkəzi olanda biz özümüzü oyananda biz özümüzü xoşbəxt hiss edirik. Negativ emosiya mərkəzi oyananda biz özümüzü ağır, gərgin hiss edirik. Pozitiv emosiya mərkəzini oyadanda bir dənə TikTokda hansısa bir səfeh bir şeyə baxanda gülürük və ona görə də ona baxış sayı çoxdur. Amma o birisi düşündürücü videoda fikirləşirsən. Bayaq siz danışırdınız, həqiqət nədir? Biz bu dünyaya niyə gəlmişik? Hardan gəlmişik? Hara gedirik? Bax, bu düşünmək daha çətindir. Einstein 26 yaşında 300 illik Newton fizikasını yerinə yeksan elədi gəldi. Həqiqəti tapdı və ona gülürdülər.
Tesla olsun, o birisi olsun, Edison və s. en qədər alimlər var. Friedrich Nietzsche'yə dəli deyirdilər. Adamı Bəli. universitetdən yəni istefa eləməyə məcbur elədilər və dörd divar arasında xəstə öldü. O siz deyən o TikTokda və s. sosial şəbəkədə olan şeylər o rahatlıqdır. Düşünmək, fikirləşmək daha çətindir, amma daha maraqlıdır, daha keyfiyyətlidir. Daha ehtiraslıdır. Bəli. Avropa inkişafa, Renesans dövrü nədən başladı? Şübhələnməkdən. Bəli, dedilər Şübhə ki, bəli. niyə belədir? Bəli, sual verdilər ki, biz qitə kəşf eləmişik, tutaq ki, biz bu kitablarımızda bu qitə yox idi, amma orada Bəli. fakt var. Bəli. Yəni və yaxud da ki, bir o qara vəba deyirdilər də, o Bəli, xəstəlik gəldi, doğru. 250 ildir, milyonlarla insanı öldürür və Bəli. biz bunun qarşısını ala bilmirik. Ya oturub dua eləyirik, amma bunun qarşısını ala bilmirik. Yəni Bəli. bu nəsə ya, skeptik yanaşdılar da ki, Ay, sağ ol. nəyisə biz deməli səhv eləyirik. Özünü tənqiddən başladı o. Rusca samakorreksiya. Çox gözəl sözdür, skeptik sözü. Skeptik, bəli. Və bütün gənclərə arzu edirəm, skeptik olun. Sizə informasiya veriləndə kör-körənə inanmayın. Baxın, bu informasiyanı sizə kim deyir? Bu informasiyanın dalında hansısa bir mənbə varmı? Təsdiq olunubmu? Bugün Nobel mükafatı niyə populyardır? Çünki təsdiq olunmayan bir şeyə, sübut olunmayan bir şeyə Nobel verilmir. Einstein nisbilik nəzəriyyəsinə görə Nobel almadı. Fotoeffekt hadisəsinə görə Nobel mükafatı aldı. Yəni təsdiq olunmayan Stephen Hawking qara dəlikləri haqqında yazdı, Nobel mükafatı ala bilmədi. O öləndən bir il sonra onun təsdiq elədilər, şəklini çəkdilər. Ona görə skeptik olun, alim skeptik olmalıdır və faktlara inanmalıdır. İnanmaq asandır, düşünmək çətin. Düşünmək və öyrənmək çətin, bəli. Adətən biz homo sapienslərdə qadınlarda bu düşünmə prosesi, yanaşma prosesi daha kompleksdir, daha kaotikdir. Kişilərdə isə daha bəsitdir. İndi buna həm də daha rasional deyirlər. Burada beyində fundamental fərqlər, yəni elmi olaraq nədir qadınla kişi beyninin arasındakı fərqlər? Çox maraqlı və təzadlı sualdır. Və bu suala cavab verəndən sonra bir tərəfdən feministlər, bir tərəfdən də kişilər daşa basıcılar. Onların cavabını biz verərik, siz narahat olmayın. Deməli belə, quruluş cəhətdən, anatomik quruluş cəhətdən qadın beyni ilə kişi beyninin 99% quruluşu eynidir. Sadəcə kişi beyni ətraf qliya hüceyrələrinin hesabına bir qədər ağırdır. Deyək 100 qram ağırdır. Çünki kişi beyninin neyronları daha yaxşı qorunur, futların içərisindədir. Deməli, quruluş cəhətdən qadın beyni ilə kişi beyni arasında elə bir ciddi bir fərq yoxdur. 99% eynidir. Gəldik beynin işləmə funksiyası. Funksionallığına. Kişilər tarix boyu ya ova gediblər, ya da başqa qəbilənin üzvlərindən döyüşməyə gediblər. Başlarından çoxlu miqdarda zərbə alıblar. O kişilər sağ qalıb ki, onlarda amigdala, başqa sözlə aqressivlik mərkəzi daha üstündür, daha yaxşı inkişaf eləyib. Aqressiv kişi sağ qalıbdır, yaşayıbdır və hətta lider olubdur. Liderliyin mexanizmində aqressiya əhəmiyyətli rol oynayır. Təkamül prosesində də yəni, belə bu cür gedir. Və ona görə kişilər daha aqressivdirlər. 1. 2. Kişilərdə düşünmə qabiliyyəti lokal xarakter daşıyır. Sırf konkret məqsəd və məqsədə çatmaq yolunda. Məsəl üçün, mən köynək almaq istəyirəmsə, əvəzində deyirəm, ağ köynək alacam, qolu uzun olacaq, bu olacaq. Və gedirəm marketə, qarşıma çıxan ilk köynək mağazinindən, ilk xoşuma gələn köynəyi alıb çıxıram. Qadınlarda tamamilə fərqlidir. Onlarda ayna neyronlar daha aktiv iştirak eləyir. Və bunlarda empatiya, mərhəmət hissi, emosi hissi daha coşqundur, daha yaxşıdır. Ona görə, məsəl üçün, mərhəmətli, düşməninə yazığı gələn kişi sağ qala bilməzdi, vurub öldürücüydülər. Amma qadınlar ana olduğu üçün, uşaq tərbiyə elədikləri üçün onlarda ayna neyronlar, empatiya daha güclü inkişaf eləyirdi. Ona görə qadın düşünəndə təkcə lokal düşünmür, emosional, sosial, verbal aspektləri də düşünür. Qadın köynək almağa gələndə bütün mağazini gəzir, orada satıcının emosiyası, gülər üzü, digərlərinin fikri, moda dəbdə olan bir şeylər, hər şeyi analiz eləyir və sonra axırda qərar qəbul eləyir. Deməli, kişilərdə amigdala hissəsi inkişaf elədiyi üçün daha aqressiv, daha cəsarətli, daha riskli addımlar atır. Və daha praqmatik, yəni. Qadınlarda emosional sfera daha aktivistdir, daha mərhəmətli, daha ürəyi yumşaq, daha emosional
qərarlar qəbul edirlər. Təşəkkür edirəm doktor. Deməli, son sualım belədir ki, əslində bu konkret olaraq beyinlə əlaqəli deyil. Bu artıq iki belə deyək, Azərbaycan vətəndaşı əyləşib. Azərbaycan ziyalıları bu işdə nə üçün bu qədər, əgər kobud desək, passivdirlər. Cəmiyyətin maariflənməsində niyə görə çox da aktiv iştirak etmir? Konkret olaraq cəmiyyətdə maarifçiliyin artması üçün sizcə ümumilikdə, yəni fərqli hansı aspektdən istəsəz yanaşa bilərsiniz? Hansı addımlar atılmalıdır? Nə edilməlidir ki, cəmiyyətdə maarifçilik artsın? Baxın, birincisi, mən o fikirlə razı deyiləm ki, Azərbaycan ziyalıları passivdirlər. Azərbaycan ziyalılarını dəvət eləyən varmı ki? Azərbaycan televiziyalarına. Mənə bir dənə televiziya məkanında elmi kütləvi veriliş göstərin. Adı deyin ki, bu veriliş elmi kütləvi verilişdir. İnsanlara elmi sevdirir. Bugün bütün günü qalmaqaldır. Səhərdən axşama kimi televiziya açırsan, o sosial verilişlər var ha, bir-birinə qışqırırlar, bir-birini təhqir eləyirlər, ailə məişət özdə çox iybəcər şəkildə. Bayağı söhbətlər bəli. Məsələn, əvvəllər də var idi sosial verilişlər, amma bu şəkildə olmurdu. İnsanlar, alimlər gəlirdilər. Mənə yadımdadır, Təvəkkül müəllim var idi, müxtəlif gəlirdilər, otururdular və ağsaqqal sözü deyirdilər. İndi ekspertlər tam onlara qoşulur, onlar ona qızışıb, ağlına gələni deyir, bu ona gəlir deyir. Bir dənə mən yeri gəlmişkən bütün televiziya rəhbərlərinə müraciət eləmişəm ki, bir dənə elmi kütlə veriliş açaq. 45 dəqiqəlik elmdən danışaq. Həftədə bir dəfə. Həftədə bir dəfə. Yuxu nədir, ulduz nədir, kosmos nədir, coğrafiya nədir, fizika nədir, əyləncəli riyaziyyat. Riyaziyyatda bilirsiniz nə qədər əyləncəli şeylər var. Bunu eləyək. Hamısının sözü bilirsiniz nə olub? Reyting verməz. Baxış vermir. Baxış vermir. Amma mən sizə bir söz deyim, podkastlar var, bu tipli podkastlar var. Kifayət qədər reyting verir. Kifayət qədər də baxış verir. Bəli. Deməli, televiziyalar istəmirlər nəyisə. Yaxud da televiziyaların idarə eləyənlərin elmə marağı azdır. Amma mən kifayət qədər Azərbaycanda alim tanıyıram ki, çox həvəslə bu cür verilişlərə gələrlər. Çox həvəslə də istəyərlər işləmək. Bu sadəcə siz yox, biz, hər kəs bunu tənqid edir. Amma heç bir dəyişiklik də yoxdur. Yəni bu tənqidlərə qarşı reaksiya da yoxdur. Bəli, çox təəssüf eləyirəm ona. Heç olmasa televiziya rəhbərlərini üz tuturam. Heç olmasa 1 saat, həftədə 1 saat o nəsli də düşünün, yeni yetişənlər və yeni yetişən nəsil nə görür? Televiziyadan nə görür? Ona görə də nə oxumağa həvəsi var, nə elmə həvəsi var. TikTokdadılar. Orada da TikTokda da aydın məsələdir nədir? İlbər Ortaylını heç kəs tanımırdı. Topqapı Muzeyinin direktoru idi. Mən o vaxtı getmişdim, tanış olmuşdum. Amma mass media tanıtdı, jurnalistlər tanıtdı. Bugün Harvarda, Oksforda girən o tələbələr ki var ha, onları olimpiya çempionları qədər təbliğ eləmək lazımdır. Onlar bu dövlətin gələcək düşünən beyinləridir, aydınlarıdır. Onlar təbliğ olunurmu? Onları qaldırıb ovcumuzun içində saxlamalıyıq belə gəncləri. Xaricdə, Avropada doktorantura oxuyub gələnləri biz ovcumuzun içində saxlamalıyıq. Doğrudur doktor. Deməli sizə bu arada xüsusi təşəkkür eləmək istəyirəm. Yaddan çıxmasın bu. Siz mənə belə bir kitab hədiyyə elədiniz. Deməli bu kitabı Qalib doktor deməli psixoloq Fuad Əsədovla birlikdə yazıblar. Bu elmi kütləvi kitabdır. Doktor, yeri gəlmişkən elə bu kitab barədə də qısa fikirlərimizi bölüşə bilərik. Mən bu kitabı sizə deyim ki, hal-hazırda əlimdə bir kitab var, yəni onu bitirməmişəm. O kitabı yarım qoyub bunu başlayacağam. Mən sizə yəni bunu söz verirəm və ən qısa zamanda bunu bitirəcəm. Səthi göz atdım, kifayət qədər maraqlıdır və hər hansısa bir tərcümə deyil. Yəni Azərbaycan dilində yazılıb və çox maraqlıdır. Burada düşünürəm ki, hər səhifədə mütləq nəsə öyrənəsiniz və içində kitabın yəni kitab özündə mizaha da ehtiva edir. Yəni darıxdırıcı olmayacaq deyə düşünürəm. Satışda var da yəqin ki, hər yerdə tapa bilərlər bu kitabı. Bəli. Deməli, biz bayaqdan da tənqid edirik. O belədir, televiziya belədir, belədir. Belə söhbətlərində mənim yadıma bir Konfutsinin bir sözü düşdü. Qaranlığı lənətləməkdənsə bir şam yandır. Biz elə tənqid edirik, adama deyirlər, bəs sən nə eləmisən? Bəs sən bu şam yandırmaq üçün və qərara gəldik ki, beyin haqqında, yəni öz ixtisasım haqqında bir şam yandırım. Balaca bir Azərbaycanda şam yandırım. Bu Azərbaycanda sinir sisteminə, beyinə olmuş ilk elmi kütləvi bir kitabdır. Biz çalışmışıq terminlərlə. Bu sahədə ilk elmi kütləvi, bəli. Biz çalışmışıq ki, bundan qabaq Azad Mirzəcanzadə, Allah rəhmət eləsin,
bizim dahi alimimiz Ruhu var şad idi. İxtisasa giriş və bir neçə onun möhtəşəm kitabları olubdu. Amma elm sahəsində, beyin sahəsində yazılmış ilk kitabdır və elmi kütləvi kitab. Biz terminlərdən az istifadə eləmişik. Biz neyrondan başlayırıq. Neyron nədir? Bayaq siz dediniz, sinaps nədir? Necə yaranır? Oradan necə elektrik siqnalı yaranır? Oradan başlayıb adrenalin nədir? Serotonin nədir? Dopamin nədir? Bunları izah edirik və sonra gəlirik ali sinir fəaliyyətinə, davranışlarımız nədir, sevgi nədir, yaddaş nədir, niyə yuxu görürük, yuxu görmənin bazasında nə dayanır, ümumiyyətlə beyində baş verən bütün prosesləri sadə dildə, oxunaqlı dildə və şəki yumoru ilə qarışıq çalışmışıq ki, oxucularımıza təqdim eləyək. Şəki yumoru ayrı diqqətimi çəkdi. Çox da sevilən bir ləhcədir. Azərbaycan demək olar ən çox populyar olan və sevilən ləhcələrindən biridir. Doktor, təşəkkür edirəm. Yəni ümumi bu kitab üçün, yəni hədiyyəniz üçün bu gün qonağımız oldunuz. Bu maarifçiliyə yenə öz töhfənizi verdiniz. Baxıram fərqli platformalarda maarifçiliklə məşğulsunuz. Yəni Azərbaycan deyək ki, bir vətəndaşı olaraq sizə bu ictimaiyyət adından təşəkkür edirəm. Sağ olun, mən də sizə təşəkkür edirəm. Maarifçilik işi çətin işdir. İnan ki, sizin kimi gəncləri görəndə adamın bu dövlətin, bu millətin gələcəyinə inamı artır, etibarı artır. Gələcəyimiz bilir ki, biz gələcək məhz o TikTokda və s. sosial şəbəkədə gördüyünüz gənclərin hesabında yox, sizin çiyinlərinizin üstündə quracaq. Siz bu dövlətin gələcək nazirlərisiniz, gələcək aparıcılarısınız, gələcək alimlərisiniz. Deməli, 1915-ci ildə Üzeyir Hacıbəyov Nəyimizin vaxtıdır adlı məqaləsində yazır ki, 1905-ci, 6-cı illərdə gözəl zaman yetişdi, vaxt yetişdi, böyük işlər görmək istədik, amma təəssüf ki, bütün arzularımız yarımçıq qaldı. Belə geçə deyəsən işığımız sönəcək. Və ona Məmməd Əmin Rəsulzadə ona cavab yazır ki, Açıq Söz qəzetində. Açıq Söz qəzetində bəli cavab yazır ki, əgər bu millət minlərlə bivec Mirzənin arasından Mirzə Fətəli Axundov kimi bir əjdaha yetişdirdisə, minlərlə baqqalın içərisindən, bivec baqqalın içərisindən Mirzə Ələkbər Sabir yetişdirdisə, bu millətin işığı heç vaxt sönməyəcəkdir. Və mən indi baxıram, o siz bayaqdan deyirsiniz, sosial şəbəkələrdə, küçələrdə gezən minlərlə bivec insanların içərisindən sizin kimi işıqlı gənclər yetişirsə, bu millətin işığı heç vaxt sönməyəcəkdir. Çox sağ olun, doktor. Minnətdaram bu gözəl fikirləriniz üçün. Bayaq qeyd etdik ki, siz dediniz ki, mən düşünmürəm ki, Azərbaycan ziyalısı passivdir, sadəcə onları çağıran yoxdur efirlərə. Razıyam, efirlərə çağıran yoxdur, amma məsələn, bilirsiniz, görürsünüz, efirlərə bəlkə hər efirə çağırmırlar, amma sizə veriliş vermirlər ayrı, amma siz görürsünüz, bugün buradasınız. Deməli, kimlərsə, hardasa, nə cürsə, istəsə daha çox şey eləyə bilər. Yəni, kimisə fərdi olaraq mühakimə etmirəm. Yəni, siz, yəqin ki, düzgün başa düşdünüz məni. Amma siz görürsünüz, gəlirsiniz və müxtəlif platformalarda maarifçiliklə məşğulsunuz. Təşəkkür edirəm bir daha, var olun. Sağ olun. Gələn ayaqlarınız var olsun. Çox sağ olun. Deməli, bugünkü qonağımız həkim nevroloq, Qalib doktor idi, Qalib Əsədov. Bizə bir hədiyyə kitab gətirdi və maraqlı söhbətlər etdik. Ümidvaram, siz də bəyənəcəksiniz. Sağ olun, bizi izləmədə qalın.